Salam değerli izleyiciler, 17 noyabr 2025-ci il müəllimlərin əmək haqqı ilə bağlı çox önəmli bir xəbərimiz var. Elm və Təhsil Naziri Emin Əmrullayevin açıqlamasıdır və rəqəmi diqqətinizə çatdıracağım. Zəhmət olmasa videonu paylaşın. Instagram və YouTube'da da kanallarımıza abunə olun. TikTok'da isə burada üstə gəl işarəsi kimdə görünürsə bir dəfə üzərinə zəhmət olmasa vursun ki, kanalımıza abunə ola bilsin. Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda üzərində işlədiyimiz yanaşma budur ki, tam ştatlı müəllimin əmək haqqı ölkə üzrə orta əmək haqqıdan ən azı 2 dəfə yüksək olsun. Bu arada diqqətinizə çatdırım ki, dəyərli izləyicilər, ölkə üzrə orta aylıq əmək haqqı hazırda 1093 manat təşkil edir. Yəni, bu o deməkdir ki, Elm və Təhsil Nazirinin dediyi əgər belə deyək, reallığa çevrilərsə, ölkədə müəllimlərin ən aşağı maaşı 2200 manat təşkil edəcək. Və nazir bildirib ki, mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da alternativ olaraq tam ştatlı müəllim anlayışını Azərbaycan məktəblərində gətirmək üzərində çalışırıq. Çünki hazırki statistika müəllimlərin 4-6 saat dərs yükü ilə aldığı əmək haqqını ümumi göstəriciyə aid edir. Bu da özlüyündə yanlış təsəvvür yaradır və nazir bildirib ki, məqsədimiz odur ki, Azərbaycan müəllimin məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss eləsin. Yəni, yeni hesablama mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah veriləcək ki, əsassız şərhlərə ehtiyac qalmasın.